Ben de çekerim. Gelin güzel analar gelin. Hoş gördük hamınızı. Hoş geldiniz. Hoş gördük Yakup Hanım. Sene kurban. Ben Ne dersen analar gelmeye görsen. Analar gel. sizi verene şükür. Sağ olun. Allah Yine geçecekler. Yine güzel. Ana resim ayırmaz. Sen mi yaşıyorsun? Anan mı yaşıyor? Görürsen. Hamısı özünün el işleridir kızım. Bakırsınız buna. Maşallah elvanın şekline geçip büyüdük burada. ben hem derzi dizayn ederim. Buna bakın kızım, bunu göz yakından çek. Buna bakın kızım, öz el işlerdi, bakın da. Azerbaycan bayrağını çok sevirəm. Böyle... Yok, onlar gildəndir. Bak bu da mənim əlim. Şimdi bu da gildəndir. Ama bunun yaşı çoxdur. Yakup, 70 il. Yakup, buraya gel qadana, bunu təqdim edeyim sənə. Diye bu da şeydi. Natik, düzəltdən gördüm. Sənə qurban, bunun da şəhid anaları hamısı sahə hediyə alıblar. Sağ ol. Kızım bunu belə çək. Əziyyət çəkir. Sənə qurban, bunu asarsan, İnşallah. buradan asarsan. İnşallah. Allah səni pis İnşallah. gözdən, pis Sağ nəfəsdən ol. qorusun. Allah razı olsun. Buna baxmışam TikTokda, bunu necə hazırladığını gördüm mən. Öz əlinə hazırlayırım. Bəli, bəli. Çoxdur, Natiq Qasımov haqqında da işlərimiz. Buna bak, bunun hamısı öz el işləridir. Bəli, bəli. Kızım sen canını bir yaşlı, bunun hamısı el işləridir. Buna bak, buna bak. Öz el işləri, bunun hamısı kəsir düzəlir. Buna elə bir istedat var da bunda. Yox, istedat var, anadan gəlmə. Yani ki Navruz bayramı için burada bırakırız. O bizim bir yatağa məhkum qızımız var, Zəhra balamdır. Yəni onun üçün hazırlamışam. Mən çox əl işlərimi təmənnasız olaraq. Yəni bilir ki, Şəhid analarına da gəlibdi, gəlməyənləri də getməyədəni gedəcək. 3000-dən çox əl işlərim təmənnasız olaraq şəhid ev muzeylərində və digər fiziki məhdudiyyətli uşaqlardadır. Siz inanın ki onu evde verirsiniz, təqdim edirsiniz. Onu necə əziz Bəli, bəli, mənim yolumu gözləyir. Təşəkkür edirəm. Benim kanalım üçün bir dənə belə şəkil.